Bugün Azərbaycan tarixində atılmış yanlış böyük bir səhvdən danışacağıq. Təbii ki, bu səhv addımla yanaşı həm də bizə tarix kitablarında yanlış təqdim olunan bəzi məlumatları da daha dərindən araşdıraraq diqqətinizə çatdırırıq. Əksər tarix dərsliklərində bizə Babəkin düşməni və onu məğlub edən türk əsilli sərkərdə kimi təqdim olunan Afşin, yəni Afşin Heydər Kavusoğlu daha dərin mənbələrdə araşdırılanda qabağımıza bir sıra paralel həqiqətlər çıxır. Öncədən onu qeyd edək ki, bizə Afşin kimi təqdim olunan sərkərdənin adı Heydərdir. Afşin isə həmin dönəmdə həmin tayfadan olan xilafət sərkərdələrinə verilən ümumi rütbənin adıdır. Mətləbə keçməzdən əvvəl onu da bilməliyik ki, əksər mənbələrdə türk kimi təqdim olunan sərkərdə onun soydaşları, yəni Afşinlər az sonra daha yaxından tanış olacağımız Orta Asiyanın Usruşana, Əsruşan ərazisindəndir. Hazırda bu ərazi Səmərqənd yaxınlığında bir tarixi ərazi olaraq qalmaqdadır. Hazırda bu adda bir faktiki ərazi yoxdur. Xilafətin coğrafiya genişləndirmə və din yayma prosesində ərəblər həmin ərazidən və yaxın coğrafiyadan olan hər kəsə ümumilikdə türk deyirdilər. Usruşanalılar müxtəlif tarixi mənbələrdə İran türk olaraq qeyd olunur. Əlcahiz isə məsələni ümumiləşdirərək türklər və Xorasanlıları mahiyyət olaraq eyni sayır. Eyni xasiyyətlərə malikdirlər və bitişi yerlərdə yaşayırlar kimi qeyd edir. Afşinin məhkəməsi zamanı səslənən iddiaları oxuduqda onun türk olduğuna dair şübhələr daha da qətiləşir. Çünki Afşinin, yəni bundan sonra Afşin deyəcəyimiz Heydər Kavusoğlunun məhkəməsi zamanı o farslara, fars döyüşçülərə köpək, türk döyüşçülərə isə iblis övladı deyirdi. Belə olduğu halda onun türk olması məsələsi daha da şübhələr altına düşür. Afşin Heydər İbn Kavus haqqında araşdırmalar zamanı aydın olur ki, o atəşpərəstdir. Fərqli dini var, üzdə İslamı qəbul etdiyini desə də içində öz inancına sadiq qalıb. Azərbaycan tarixində atılmış yanlış addım kimi qiymətləndirə biləcəyimiz məqamlardan biri məhz coğrafiyamızda olduqca dərin iz buraxmış Babəkin Afşinlə bağlaya biləcəyi ittifaq və birincinin, yəni Babəkin inamsızlığı və biraz da təşəbbürü sayəsində tutmayan müttəfiqliyidir. Afşin uzun müddət məktublaşdığı və müttəfiqlik təklif etdiyi şəxslərdən biri də Babək olub. Ərəb sərkərdəsinin ifşasından sonra ortaya çıxan faktlardan görünür ki, Babəkin üzərinə Afşin göndərildikdən sonra Xürrəmlərin məğlub edilməsi çox çətin olmamalıydı. Çünki məhz həmin andan etibarən Ərəb xilafəti Xürrəmlərin məğlub edilməsini ölkənin ilk əsas bir nömrəli planı kimi işə salmışdı. Yəni həmin zamana qədər Xürrəmlər küçümsənirdisə, artıq Afşinin göndərilməsindən sonra və həmin tarixi dönəmdə artıq Xürrəmlərin ciddi problem olduğunu ərəblər, xilafət yaxşı başa düşmüşdü. Təsadüfi deyil ki, bir neçə ərəb tarixçisi, hansı ki bu tarixçilər demək olar ki, Babəklə eyni dövrdə yaşayıblar, qeyd edirlər ki, Babəkin başı ona görə Xorasanda nümayiş edildi ki, burada onun xeyli tərəfdaşı var idi. Onlar Babəkə çox inanırdılar, Babək az qalmışdı ki, xilafəti yıxıb yerində yeni dövlət qursun. Bu sitatlar, bir daha qeyd edək ki, Babəkin dönəmində yaşamış bir neçə samballı ərəb aliminin, ərəb tarixçisinin fikirləridir. Buna görə də yenicə xəlifə olmuş Möhtəsim qardaşı və Sələfi Məmundan vəsiyyət aldığı kimi ilk növbədə Babəkə qarşı bütün gücünü səfərbər etdi. Babəkin Bizans imperatoru Feofilə yazdığı məktubda qeyd olunduğu kimi xəlifə hamını, hətta şəxsi aşpazını və bərbərini də Babəkin üzərinə göndərib. Yəni artıq Babəklə mübarizə ümumxilafət probleminə çevrilib. Qeyd olunanlar Babəkin mübaliğəsidir təbii ki. Belə bir situasiyada Afşinin Babəki ələ keçirməkdə xeyli zaman itirməsinin səbəbini yalnız Xürrəmlərə qarşı vuruşmaqda əziyyət çəkməsi ilə əlaqələndirmək sadəlövhlük olar. Sonradan da sübut olunduğu kimi Afşin dəfələrlə Babəkə müttəfiqlik təklif edir. Güclərini birləşdirərək
öz dinlərini, etiqadlarını və mədəniyyətlərini bərpa etməkdə birgə mübarizə aparmaq təklif etmişdi. İndi sizə təqdim edəcəklərimiz tarixi bir ifadədən götürülüb. Afşinin məhkəməsi zamanı üzə çıxan ən maraqlı faktları Təbəristan üsyanının başçısı Məzyər səsləndirib. Afşin Məzyərə dəstək verdiyini etiraf etməsə də Məzyər bildirir. Bəli, onun qardaşı Xaş, mənim qardaşım Kühyara yazırdı. Həqiqətən də bu ağ dinə, yəni atəşpərəstlik olduğu iddia olunur burada həmin ağ din. Lakin bu üç şəxsiyyətin məğlub olduqları din və adətləridir. Olduqca spesifik ritualları var. Buna az sonra qayıtmağa çalışacağıq. Məndən, səndən, Babəkdən başqa heç kəs kömək etməyəcək. Babəkə gəldikdə o öz axmaqlığı üzündən özünü həlak etdi. Mən ölümü ondan uzaqlaşdırmaq istəyirdim. Lakin o axmaqlığı ucbatından özündən başqa hər hansı bir rəhbərliyi qəbul etməkdən imtina etdi. Buna görə də öz ömrünü qısaltdı. Lakin əgər sən üsyan qaldırsan, müsəlmanlar sənə qarşı ancaq məni göndərəcəklər. Mənim atlılarım, cəsur igid adamlarım var. Əgər məni sənin üstünə göndərsələr, onda ərəblərdən, məğriblilərdən və türklərdən, bunların üçündən başqa heç kəs tapılmaz ki, bizimlə müharibə edə. Ərəblər it kimi həyat sürürlər. Mən bu itə bir parça sümük ataram, sonra da başını topuzla əzərəm. Onlar, yəni məğriblilər, milçəydilər. Qeyd edək ki, burada qaradərili döyüşçülər nəzərdə tuturlar. Onlar da baş yeyirlər. İblis balalarına, yəni türklərə gəldikdə isə az vaxt lazımdır ki, onların oxları qurtarsın. Sonra atlılar onları mühasirəyə alıb və hamısını qıracaq. Bundan sonra isə din İranlıların dövründə olduğu kimi bərpa olunacaq. Yəni söhbət atəşpərəstlikdən gedir. Bu məsələ İbn İsfəndiyarın məlumatında daha diqqət çəkən formadadır. Bu informasiyada Afşinin Babəkə dəstək verdiyi və müttəfiqliyə çalışdığı aydın görünür. Məzyərin Abdullah ibn Tahirə verdiyi ifadə belə qeyd olunur. Bil ki, mən Afşin Heydər ibn Kavus və Babək bir-birimizə uzun müddət danışıq aparmışıq. Bu nəticəyə gəlmişik ki, imperiyanı ərəblərdən alaq və Xosrovun dövründə olduğu kimi həmin şəkildə bərpa edib saxlayaq. Dünən filan yerdə Afşinin qasidi yanıma gəlib qulağıma bir söz pıçıldadı. Bəs nə dedi deyə Abdullah ibn Tahir ondan soruşur. O əməliyyat haqqında Afşinin məktubunu gətirdi. Filan gün, filan saat Mötəsimi və onun oğulları Harun Cəfəri öldürəcəkdi. Afşin 841-ci ilin may-iyun ayları ərzində zindanda ac saxlanılaraq öldükdən sonra qeyd edək ki, Afşin Mötəsimin qardaşı olan Abbası da məhz belə ac saxlayaraq öldürmüşdü. Onun cəsədi, yəni söhbət Afşinin cəsədindən gedir, çarmıxa çəkildi. Bundan sonra meyidi yandırıldı, külünü Dəcləyə atdılar. Afşinin sarayında axtarış aparılanda üzərinə ağacdan yonulmuş insan surəti olan dua dəftərçəsi, heykəlciklər, Zarava adlı kahinlər kitabı və çoxlu dini kitablar tapdılar. O həmin kitablar əsasında öz Allahına sitayiş və ibadət edirdi. Qeyd edək ki, bunlar heç bir İslam dininin tərkibində olan kitablar və rituallar deyil. Bir daha buradan da görünür ki, Afşin ərəb sərkərdəsi olsa da o müsəlman deyildi və gizli öz rituallarını yaşadır, eyni zamanda mədəniyyətini yaşadır və tezliklə ərəbləri, ərəb xilafətini yer üzündən silərək yerinə öz mədəniyyətini bərpa etmək niyyətində idi. Bu mədəniyyət isə bir daha qeyd edək ki, atəşpərəstlik idi. Və eyni zamanda atəşpərəstliyin bizə hazıra təqdim olunan formatı yox, bundan daha zəngin, eyni zamanda qəribə detalları olan, qəribə adətləri olan böyük bir din olub. Görkəmli Azərbaycan tarixçisi akademik Ziya Bünyadov Azərbaycan tarixi 7-ci, 9-cu əsrlər kitabında da Afşinin Babəkə olan rəğbətindən söz açır. Gördüyümüz kimi Afşin heç də Babəkin tez darmadağın edilməsini istəmirdi. Bütün müharibə ərzində bir neçə dəfə onunla görüşmüşdü və bu görüşlərdə xilafəti
özü ilə Babək və Məzyər arasında bölüşdürməyi Babəklə razılaşdırmağa cəhd edirdi. Bu şərtlə ki, xəlifə ordularını darmadağın etmək onlara müəssər olsun. Lakin onlar razılaşa bilmədikləri məqam da var idi. Afşin digər sərkərdələrin təzyiqi altında Babəkə qarşı onsuz da çox uzanan müharibəni qurtarmağa məcbur idi. Afşin ürəkdən xürrəmlərə meyl göstərirdi. Çünki onun sarayında tapılan müxtəlif bütlər Afşinin atəşpərəstliyə, zərdüştlüyə, yəni dolayısıyla ondan elə birbaşa xürrəmiliyə, xürrəmi adətlərinə doğru çəkirdi. Onlar eyni dina sitayiş edirdilər. Azərbaycan tarixində atılan yanlış addımlardan söz açmağa çalışarkən Səmərqəndlə Xocənd arasında Usruşanada doğulan şücaətdə görə qısa zamanda xilafətdə ikinci adama çevrilən Afşin Heydər Kavusun bu coğrafiyadakı əməliyyatları və sonu barədə qeydlər təqdim etməkdə əsas məqsədim Babəkin Afşinin təkliflərini dinləməməsi, onu saymaması nəzərdə tutulur. Yəqin ki, Afşinlə ittifaqa girsəydi, Babək Ərəb xilafətinə qalib gələcəkdi. Afşinin təqibi ilə də yəqin ki, artıq mənəvi dəyərini yavaş-yavaş yersəl nemətlərə dəyişməkdə olan Ərəb xilafəti çökəcəkdi. Bu ittifaqın baş tutmaması da Azərbaycan tarixində atılmış ən yanlış addımlardan biri kimi qiymətləndirilə bilər. Babək Azərbaycanın milli qəhrəmanıdırsa, onun səhvi də tariximizdə atılmış yanlış addım sayılmalıdır. Yeri gəlmişkən, Azərbaycan tarixində atılmış 5 ən yanlış addım kitabı yenidən nəşr olunub və tamaşaçıların, oxucuların uzun müddət gözlədikləri bu kitabı hazırda ekranda gördüyünüz nömrə ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Qeyd edim ki, kitab Mayak nəşriyyatında yenidən redaktə olunaraq daha nəfis tərtibatda sizin qarşınızdadır. Azərbaycan tarixinə toxunmaq hər birimizin haqqıdır.